Beşinci sualda deməli, oktyabrın deyir 10-12-sindən beynəlxalq kitab yarmarkası keçiriləcək Ankarada, Türkiyədə. Deməli, ziyarətçilər məşhur yazıçılarla görüşə bilərlər və ala bilərlər kitabları xüsusi qiymətlərə, giriş isə pulsuzdur. A bəndində deyir ki, kitab yarmarkası oktyabrda baş tutacaq. Elə bu doğrudur da. Burada deyir axı oktyabrda olacaqdı. A bəndidir. B-də nə deyirdi? Deyirdi Bakıda olacaq. Take place. Elə bil burada held veribdi, keçiriləcək. Burada take place baş tutacaq, baş verəcək kimi veribdi. Bakıda deyir, amma burada Ankaradan söhbət gedirdi. Sonra C bəndində deyir ki, ziyarətçilər pul ödəməlidir Ente giriş üçün, amma burada axırda deyirdi ki, giriş pulsuzdur. D bəndində deyir ki, sadəcə tələbələr, şagirdlər kitab yarmarkasına gələ bilər. Amma burada o haqda ümumiyyətlə məlumat vermirdi mətndə. Y bəndində deyir ki, yarmarka will last for one day. Sadəcə bir gün davam edəcək, amma burada isə 10-12 aralıq olacağı deyir. Cavab elə A bəndi idi burada. Sonra 6-cı sualda deyir, əziz Anna, təşəkkür edirəm, çox təşəkkür edirəm mənə kömək etdiyin üçün. With my maths riyaziyyat ev tapşırığımda dünən sənin izahların həqiqətən də made clear, yəni daha aydın elədi everything, hər şey mənim üçün. Deməli, Lucy deyir, mesajı da yazan, daha sonra məktubu da yazan Lucy'dir. Annaya yazıbdı. Lucy deyir ki, əsəbidir. Çünki Anna didn't help her. Anna ona kömək eləmədi. Xeyr, əksinə burada sevinirdi axı kömək etdiyinə görə, daha doğrusu təşəkkür eləyirdi. B bəndində deyir ki, Anna xahiş elədi Lucy'dən ki, ona riyaziyyatda köməklik eləsin. Anna xahiş eləmir. Birincisi Lucy yazmışdı məktubu Annaya, ikincisi isə ona təşəkkür eləyirdi. Məktubda ona demirdi ki, gəl mənə köməklik elə. C bəndində deyir ki, Lucy təşəkkürünü bildirirdi Annaya. Köməyinə görə ev tapşırığında ilə C bəndi doğrudur. D-də deyir ki, Anna refuse, imtina elədi köməkdən. Xeyr, Anna əslində kömək eləmişdi ona. Y bəndində isə deyir ki, Lucy istəyir ki, Anna etsin ev tapşırığını növbəti dəfə. Xeyr, bax, sadəcə mətnin məzmununda, burada məktubun məzmununda nə verilibsə odur. Kömək eləyibdi. Anna ona təşəkkür eləyir. Vəsə. Başqa burada demir ki, mənə gələn dəfə kömək elə. Yəni bunu özümüzdən düşünüb yaza bilmərik. Mətndə nə veribsə odur. Sonra 7-ci sualda deyir ki, əziz Emma, çox deyir, üzgünəm ki, mən gələ bilmədim sənin doğum günü partinə, şənliyinə dünən. Mən had to stay late at school. Məktəbdə deyir, gec qalmalıydım. Bir layihə üçün, yəni gecikirdim, qalmalıydım. Mən ümid edirəm ki, sən yaxşı vaxt keçirdin. Məktubu da yazıb Sophie. Sophie yazıb Emma'ya məktubu. Deməli, A-da Sophie xahiş edir Emma'dan ki, gəlsin onun doğum günü partisinə. Xeyr, əksinə üzrxahlıq eləyirdi. Sonra Sophie istəmir ki, to celebrate birthday, doğum günlərini qeyd eləsin. Burada heç elə bir şey yox idi. C bəndində isə deyir ki, Sophie dəvət edir Emma'nın məktəb layihəsinə. Xeyr, sadəcə burada bildirir ki, mən ona görə gec qaldım da, gələ bilmədim, gecikdim. Sophie üzr istəyir missing Emma'nın doğum günü partisinə qatıla bilmədiyinə görə də, yəni ötürdüyünə görə, bəli, burada deyir axı, sorry, üzgünəm, gələ bilmədim, üzürlü say. D olur. 7 isə deyir ki, Sophie Emma'ya deyir ki, parti maraqsız idi. Bu haqda da heç bir məlumat yox idi orada. Sonra keçdik mətnin tərcüməsinə. Deməli, biraz da böyüdüm. Aha, tayqa deyir, ən geniş meşədir dünyada. Böyük ərazi Kanada, Rusiya və Skandinaviyanı əhatə edən böyük bir ərazidir. O tanınır onun soyuq iqliminə və həmişə yaşıl ağaclarına görə, hansı ki pine burada şam ağacıdır, fir isə küknar ağacıdır. Hansı ki deyir, onlar şam və küknar ağaclardır və hansı ki survive, sağ qala bilirlər freezing temperature, dondurucu hətta temperaturlarda da. Bundan fərqli olaraq tropik meşələr, yəni tayqa, daha sonra tropik meşələrdən fərqli olaraq tayqa uzun, soyuq qışları və qısa yayları olur tayqa meşəsinin.
Meşə evidir çoxlu heyvanların. Bunlara daxildir muz, yəni maral, sığır deyirlər. Ayıların, canavarların, şimal marallarının. Bir dəqiqə. Aha, şimal marallarının, tülkülərin və burada cəm şəklində verilibdir. Lynx olur, vaşaqlar, quşlar, sileyim. Aha, quşlar, bayquş kimi, ağacdələn kimi və sair başqaları, daha doğrusu həmçinin bunlar deyir ümumi sayılırlar. Bəzi heyvanlar, ayılar, yəni sonra qış yuxusu, daha doğrusu ayılar kimi bəzi heyvanlar da qış yuxusuna gedirlər qış ayları ərzində. Digərləri isə quşlar kimi köç edib gedirlər daha isti ərazilərə, daha isti regionlara. Sonra tayqa deyir ki, oynayır mühüm rol planetin iqlimində. Onun ağacları, udur, böyük sayda karbon dioksidi və istehsal edir oksigeni. Həmçinin insan aktivitesində, yəni fəaliyyətləri, deforestation, meşəsizləşmə və iqlim dəyişikliyi, həmçinin bu ekosistemə təhlükə yaradır insan aktiviteləri, yəni bəzi fəaliyyətləri. Tayqanı qoruma vacibdir. Bu da deyir çünki deyir təmin edir vəhşi təbiəti və yəni vəhşi təbiət deyəndə orada yaşayan heyvanlar, bitkilər nəzərdə tutulur. Deyir onun evidir, onu evlə təmin edir və həmçinin kömək edir ki, yer kürəsindəki atmosfer balansı qorunsun. İndi baxaq 8-də. Mətn ümumiyyətlə nə haqqındadır deyir. Ada deyir ki, Rusiyanın tropik meşələri. Yox, sadəcə bir dənə tayqa haqqında danışır. Yəni bir dənə danışırsa ümumi götürə bilmərik. Bir də deyir ki, dünyanın ən soyuq meşəsi ola bilər. C-də baxaq nə deyir. Skandinaviyadakı bu ənənələr xeyir. Deyir ki, tropik meşələrdəki həyat xeyir. Y-bəndə deyir ki, sadəcə Kanadada yaşayan bu only sözü ümumiyyətcə olan cavablar əksərən yanlış çıxır. Elə cavab B bəndidir. Sonra 9-cu sualda həmişə yaşıl ağaclar tayqada sağ qalırlar. İndi baxaq niyə mətndə var idi bu haqda. Deməli, həmişə yaşıl ağaclar, o soyuq iqlimi var idi. Həmişə yaşıl ağaclar sağ qala bilirlər. Orada tropik meşələrdən fərqli olaraq tayqanın deyir uzun qışı və qısa yayları var idi. Bir dənə variantlara baxaq görək variantlarda necə olur. Deməli, A bəndində deyir ki, onlar soyuq, buna elə mətnə baxmadan da belə məntiqən də tapmaq olar ki, soyuq temperaturlara tab gətirə bilirdilər. B-də nə deyir? Onların deyir çoxlu bütün il uzunu günəş işığına ehtiyacı var idi. Xeyr, onlar çoxlu rəngbərəng güllər olurdu. Xeyr, onlar only var burada. Onlar böyüyürdülər isti iqlimlərdə. Yox, tayqa soyuq idi. Onlar orada qalırdılarsa, yəni soyuqla istinin nə əlaqəsi? Y bəndə deyir ki, tropik yağışlardan asılıdırlar. Tropik yağışlarla bağlı məncə orada heç nə oxumadıq. Elə cavabımız olur A bəndi ki, soyuq temperaturlara dözümləri var idi onların, dözə bilirdilər. Sonra ayılar necə deyir sağ qala bilirlər? İnzi tayqa. Burada belə bir məlumat var idi ki, deməli, deyirdi ki, ayılar kimi bəzi heyvanlar hibernate, qış yuxusuna gedirdilər qış ayları ərzində. Məncə bu belə də olacaq ki, qış yuxularına getdikləri üçün. Baxın, Y bəndinə bir dənə baxaq. Deyir ki, sleeping qış o ərzində, yəni yatırlar. By sleeping, yatmaqla keçirdirlər, belə dözürlər. 11-ci sualda yanlış variant istəyir bizdən. A-da deyir ki, bəzi heyvanlar qış ərzində qış yuxusuna gedirlər. Bunu bayaq oxuduq. Meşələr 3 qitəni əhatə eləyirdi. Bəli, bir dənə ona baxaq. Deməli, haraydı? Kanada, Rusiya, bir də Skandinaviya. Sonra C-də deyir ki, bəzi heyvanlar qışda köç edirlər. Bəli, orada baxsaq, burada deyirdi ki,
Bəzi quşlar migrate köç edib gedə bilirdilər. Sonra hansı variantımız qaldı burada? D bəndi. D-də deyir ki, tayqa kömək edir ki, karbondioksidi utsun. Bəli. Y-də isə deyir ki, tayqa has warm weather. İsti havası var idi. Əksinə deyir ki, ən soyuq yerdir. Elə Y bəndi olacaq. 12-də isə bizdən true, doğru variant istəyir. Meşələr kömək edir ki, yer kürəsində iqlim dövr eləsin müntəzəm olaraq. Doğrudur. Burada axırında deyirdi, balansın qorunmasına yardım eləyir. Birdir. Meşəsizləşmə isə bu meşələr üçün təhlükə altındadır. Orada bildirilir ki, insan aktiviteləri buna səbəb olubdur. Elə bir də cavabımız olacaq 2. Keçdik qaydalara. Deməli, yourself görən kimi qayıdış əvəzliyi dərsi yadımıza düşür. Deyirdi ki, qayıdış əvəzliyində cümlənin mübtədası nədirsə, ona uyğun qayıdış əvəzliyini veririk. Amma burada fərqli nədir? Vergül var. Yəni ki, xitab var. Dedik, xitab təkdədirsə yourself, amma buradakı kimi children, uşaqlar cəmdədirsə yourselves olur. Sonra özdür, mundur. Bunlar vahid cisimlərdir. Yer kürəsi ay. Vahidlərlə z götürürdük. Sonra dedik, bağlayıcıdan, birinci həmişə bağlayıcının yanını işləyirik. Bağlayıcıdan sonra ya sadə indiki, ya sadə götürürdük. Will, shall və mürəkkəb zamanlar olmazdı. Sonra nə edirəm? Baxıram digər tərəfə. Burada l veribsə, bu ya will'in ya da demişdik ki, shall'in qısaltmasıdır da. Yəni gələcək zamanı. Gələcək zamandırsa zaman uzlaşmasını gözləyirik. Biz demişdik ki, ancaq indikiyə gələcək verə bilərik. Sonra passive voice, məchul. Məchulu tap deyirsə, cümlə children'dan başlayıb, children'dan başlayanı götürə bilmirdik. Burada clean var. Clean olan yerdə bizə nə lazımdır? Am, is, are, üstə gələk, P2, ed. Is bir dənə A-da var, bir dənə də D-də var. Amma demişdik, is olan yerdə də bin olmaz, ona görə cavab qalır A bəndi. Sonra 17-də baxın, cümlənin xəbəri var, cəmdədir. Cəmdədirsə belə yerdə götürün. Bəzən uşaqlar nə edir burada? Qaydada öyrənmişik ki, əzlə because sinonimdir. Soyla sinonimdir. Çıxırlar, cavab götürürlər. Məsəl üçün d. Amma ki, nətər deyək, qapı, amma pəncərə açıqdır. Qəribə çıxır axı tərcüməsi. Bu batın olması üçün, nə bilim, sonun, əzin, because-un olması üçün gələk orada bizə cümlə gəlsin. Bax, əzdir, sodur, batdı, because-dur. Bunlar iki cümləni bir-birinə bağlayırlar. Amma and bağlayıcısı həm cümlələri, həm də sözü bir-birinə bağlaya bilir. Yəni deyək ki, qapı da, pəncərələr də açıqdır. Sonra 18-ci sualda modal qaydası mustdan sonra to olmaz. Haven't to deyə bir şey yoxdur. Able'ın to'su yoxdur. Yanlışdır, qalırıq A ilə C arasında. Və cümlədə baxırıq eyni özündən əvvəl inkar işlədiyi üçün götürürük C bəndini. Sonra gəldik 19-da. Variantlarda was, are, were görəndə bildim mübtəda xəbər uzlaşması. Nə deyirdik? Deyirdik ki, nöqtəyə qədər olan hissə bizim mübtədamız sayılır. Mübtədanı da həmişə deyirdim, oxuya sırayla gəlin. Z trip, to-nu görəndə dayanıram. Çünki to söz önüdür. Demişdik, söz önü varsa söz önüyə qədər baxacağıq. Trip təkdədir deyə götürürük. Xəbəri təkdə, yəni olur was. Sonra 20-ci sualda altına xətt çəkilən sözün sinonim istəyir. Yəni ansənin. Ansə cavab vermək deməkdir. Ansə cavab vermək deməkdir. Deməli, burada cavabımız olacaq reply, cavab vermək. 21-də incorrect, yanlış variantı istəyir. Yanlış özdə antonimlər istəyir bizdən. Strength, güclülük, bu zəiflik olmaz. Arrival, çatma, bu belə çıxma, yola düşmə. Absence, yoxluq, presence, iştirak, knowledge, bilik, ignorance, cahiliyyət. Y bəndi olacaq. Dürüstlüklə ədalət sözü. Sonra akvaryum ilə akvaryumdur. Baxaq görək nə verə bilərik burada. Fişi görən kimi bildim ki 1'ə olacaq C. Sonra discount endirim deməkdir. Amount of space between yox. Fact being less than usual price. Normal qiymətdən less daha aşağısı bura olacaq. B bəndi. 3'ə də qalır A bəndi. Cavab nə oldu? Deyəsən A bəndi oldu 22'də. Sonra keçdik 23'də.
deyir elə bir şəxsdir ki, kim ki xoşlayır, oxusun çox. Kitab oxumağı çox xoşlayan. Bookworm ifadəsi var idi, kitab qurdu. Kitab olacaq debəndə. Sonra boşluqdan sonra baxıram feil gəlib. Nədən sonra feil gələ bilirdi? Bir who'dan sonra, bir də bu what'dan sonra. O da variantda birini veribdi. 25-də incorrect, yanlış variant istəyir. Bax, on foot düzdür. With foot olmaz. Bu söz önü qaydasıdır. Underground metrodur. Nəqliyyat vasitəsi by ilə işlənə bilir. Bu da düzdür. Sonra in the car demişdik ki, bax, car nəqliyyat vasitəsi tək işlənirsə by ilə olacaq. Yanında hər hansısa bir söz, yəni təyinici gəlirsə in ilə işlənəcək. Bu da düzdür. In motorbike. Bax, bunun yanında heç bir təyinici yoxdur. Axı, ümumiyyətlə, bütün nəqliyyat vasitələri normalda işlənməlidir by ilə. Əgər qabanda tutaq ki, article olsaydı və yaxud buradakı kimi əvəzlik olsaydı, onu da verə bilərdik inlə ya da ondan. Bizdən də səhv istəyir. Səhvimiz nə olacaq? Bir dedik 2-dir ki, 10 foot olmalıdır. Bir də 5-dir ki, by motorbike olmalıdır.